Bugün Türk mətbəxinə aid olan börək bişirmək istəyirəm. Öncə xəmirini yoğuram. Xəmirə bəziləri qatıq əlavə edirlər, droş əlavə edirlər. Südlə yoğuranlar da var, amma mən sadə yoğururam. Yumurta, su və duz. Başqa heç bir şey yoxdur. Yəni nə qabartma tozu, nə qatıq, nə süd, heç bir şey yoxdur xəmirində. Öncə onu yaxşı-yaxşı yoğururam və dinlənməsi üçün bir kənara buraxıram. İndi isə içərisinə gedən göyərtiləri əlavə edirəm. İstəsəz göyərtilərin içərisinə hətta pendir də əlavə edə bilərsiniz və duz. Mən isə duzu əlavə etmirəm, çünki öncədən duzu əlavə edəndə göyərtilər sulanır. Ona görə də duzu qatlarına əlavə edəcəm. Kündələrimi ayırıram. 2 dənə kündəni daha böyük götürürəm. Birini altına, birini də üstünə edəcəm. Digərlərini də yavaş-yavaş açıb, aralarına göyərtini səpib və üstünə duzlarını da əlavə edib sobaya qoyacağım. Öncə listimizi yağlayırıq. Ondan sonra ilk xəmirimi qoyuram. Xəmirin üstündən yenə yağlayıb, göyərti səpmədən bir xəmir daha əlavə edəcəm. Sonra isə göyərtiləri səpə bilərik. Və hər dəfə xəmir listə qoyduqca üzərindən yağ əlavə edirəm. Mən sinçika yağı əlavə edirəm. İstəsəz əridilmiş kərə yağı və ya margarin də edə bilərsiniz. Bir gün Əfqən bizə qonaq gəlmişdi. Mən bu börəkdən pişirmişdim. Biz də yeyib çox bəyənmişdi. Hətta evdəkilərə də aparmışdı. Və mənə xahiş etdi ki, həmin börəyin reseptini çəkib paylaşım ki, o da buradan baxıb öyrənsin. Axırından öncəki qatın üzərinə göyərti səpmirik. Çünki yağlayıb üzərindən axırıncı xəmirimizi qoyuruq. Kənarlarını isə içəri doğru qətləyirik ki, qıraqları çox qurumasın. Üzərinə isə haplı sarılı yumurtanı çırpıb içərisindəki mayanı götürürəm. Xəmirimin üzərinə hər tərəfinə gələcək qədər yumurtanı sürtüb, ən üstündən isə zirə toxumunu səpib sobaya göndərirəm. Üzərini qabıq bağladığını gözlədikdən sonra çıxardıb onları bölürəm. Çünki öncədən kəssəydim əgər, xəmirlər hamısı bir-birinə yapışacaqdı. Ona görə də üzəri qızarmadan çıxardıb kəsib yenidən sobaya göndərirəm. Üstü biraz qızardıqdan sonra çıxardıb üstündən nazik kərə yağlarını doğrayıb hər tərəfə gələcək qədər əlavə edirəm. İstəsəz bunu əridib də sədə bilərsiniz yağı üzərindən. Mən belə etdim, belə daha rahat və daha asan olur mənim üçün. Üzəri xırçıltılı, içəri isə yumuşaq börək. Məncə səhər yeməklərində yanında şirinçənlə çox ləzzətli olur. Öncədən hazırlayacaq olanların nuş olsun və kanalıma abunə olmamısınızsa abunə olub like atmağı da unutmayın.